Avtoyama biznesi necə biznesdir? Heç belə bu kimi suallara ümumi cavab var. Buna əslində cavab vermirəm. Amma yazıb soruşmuşdu nəsə video olaraq, yazı olaraq yayın istəmir görsənsin, elə cavab verməyəcək. Ümumiyyətlə belə bir biznes növləri var, limitli biznes növləri. Hansı ki, avtoyamanı soruşursunuz, məsələn, tutaq ki, 2 dənə boks, 3 dənə boks açdınız, heç hələ bəlkə də birini soruşun. Gün ərzində sizə birdən 100 dənə müştəri gəlsə, siz cəmiz 7-sini, 8-ni ya 10-nu yola verə bilərsiniz. Bu limitli bizneslərdir. Yəni biznes kimi yaxşıdır, pis deyil. Sizi dolandıra bilər, amma artırmaq üçün əlverişli deyil. Buna bir dənə də məsəl gətirin, məsələn PlayStation açır kimsə, 3 dənə stol qoyub, saatı 1 manatdan 10 saatlab işləsə 10 manat, 10 manat, 10 manat, indi qiymətli şərti deyil. Limit çox da olur. Elə biznes növləri daha məqsədə uyğundur ki, hansı ki, sizin fəaliyyətiniz nəticəsində gündəlik orta qəbz, orta çek artmaq şansı olsun.